Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərti belədir. Kürənin müstəvi ilə kəsiyinin sahəsi 64 pidir. Kürənin radiusu 10-dur. Kürənin mərkəzindən bu kəsiyə qədər olan məsafəni tapın. Kürənin müstəvi kəsiyi dairədir. Gördüyümüz bu dairə kürənin müstəvi kəsiyidir. Həmin bu dairə oldu kürənin müstəvi kəsiyi. A nöqtəsi həmin müstəvi kəsiyinin mərkəzidir. A nöqtəsini B nöqtəsi ilə birləşdirsək, həmin bu AB parçası kəsiyin radiusu olur. Radiusu R olan dairənin sahəsi pi R kvadratı olur. Pi R kvadratını bərabər eləyirik 64 piyə. Buradan radiusu 8 tapırıq. Deməli, AB 8-ə bərabərdir. Kürənin radiusu isə 10-dur. O nöqtəsi ilə B nöqtəsini birləşdirsək, OB kürənin radiusu olur və uzunluğu 10-a bərabər olur. Sualın şərtində bizə deyir ki, kürənin mərkəzindən bu kəsiyə qədər olan məsafəni tapın. Yəni, O nöqtəsindən A nöqtəsinə qədər olan məsafəni istəyir. Məsafə deyirsə, OA AB-yə perpendikülər olur. Bura olur 90 dərəcə. A-nın uzunluğuna x deyirik. Deməli, burada yaranan AOB düzbucaqlı üçbucaq olur. Pifaqor teoremini tətbiq etsək, x-in kvadratı üstə gəlinsin 8-in kvadratı bərabərdir 10-un kvadratına. Bu tənlikdən də x-in 6 olduğunu alırıq.